Bugün Qarabağda yerləşən Şahbulaq qalası sadəcə bir tarixi abidə deyil, həm də bölgənin keçmişini və zəngin mədəniyyətini əks etdirən möhtəşəm bir yerdir. Şahbulaq qalası Ağdam şəhərindən təxminən 20 kilometr məsafədə yüksək bir dağlıq ərazidə yerləşir. Tarixən bu qaladan həm strateji, həm də simvolik baxımdan çox böyük əhəmiyyət kəsb edirdi. Şahbulaq adını yerləşdiyi ərazinin təbii şəraitindən, yüksək və möhkəm təbiət müdafiəsindən, düşmənlərdən qorunması üçün ideal bir yer idi. Bu qalaya aid ilk yazılı mənbələr 13-cü əsrə aiddir. Bəzi mənbələr Şahbulaq qalasının daha əvvəlki dövrlərə, antik dövrlərə belə aid olduğunu göstərir. Qala həmçinin Qarabağda fəaliyyət göstərən yerli hakimiyyətlərin idarə mərkəzi olaraq da istifadə edilirdi. Qalanın inşası dövrün möhkəm və davamlı tikinti texnikalarını əks etdirir. Şahbulaq qalasının divarları əlverişli təbii daşlardan və yüksək keyfiyyətli materiallardan inşa olunub. 1990-cı illərdə baş verən Qarabağ müharibəsi zamanı Şahbulaq qalası ciddi şəkildə zərər gördü. Artıq uzun müddət tərk edilmiş bu qala bu günlərdə nəinki bir tarixi abidə, həm də yerli əhalinin keçmişi olan bağlılığını simvolizə edir. Bugün Şahbulaq qalası yalnız müharibənin izlərini daşımaqla kifayətlənmir. Qala həm də Qarabağ mədəniyyətinin, eləcə də xalqın irsinin bir parçasıdır. Ağdamın və Şahbulağın təbiəti, həm də bu ərazinin sakinləri hər zaman buraların gözəlliyinə və əhəmiyyətinə dəyər vermişdi. Şahbulaq qalası sadəcə bir yer deyil, Qarabağ bölgəsinin tarixini və xalqın əzmkarlığını əks etdirən bir simvoldur. Bundan başqa, Şahbulaq yalnız tarixi baxımından deyil, həm də ərazisinin gözəl təbiəti və mənzərələri ilə də tarixçiləri heyran edir. Qala həm də bir çox mədəni və tarixi gəzişlər üçün ideal bir məkan ola bilər. Son olaraq, Şahbulaq qalası yalnız tarixin izlərini daşıyan bir abidə deyil, həm də Qarabağ xalqının şücaətinin və mədəniyyətinin güclü bir simvoludur. Həm keçmişi, həm də gələcəyi əks etdirən bu qala əminik ki, yeni nəsillərə çatacaq.